Bismillahirrahmanirrahim. Demək olar ki, hər gün hansısa qeyri-müsəlman müsəlman olur. Hətta ateistlər belə İslam dinini qəbul edirlər. Amma heyflər olsun ki, İslam dinini tərk edənlər də var və İslam dinini tərk edənlər içərisində dövlət idarə edən şəxslər, yəni hökumət rəhbərləri də vardır. Buna misal olaraq, məsələn, Türkiyənin hökumət başçısı Atatürk'ü göstermek olar. Türkiye Respublikasının yaratıcısı. Atatürk Müslüman olub. Hatta Atatürk'ün hayat yoldaşı çarşabda gezib. Yani hicab yok ha, çarşab, qara çarşab atırmış. Hicab bağlanır belə, amma çarşab bütünlüklə qara çarşab atılır, sallanır aşağı qədər də. Məncə hamı fərqin bilir də, çarşab nədir, hicab nədir. Özdə Atatürk hara gedirmişsə, getdiyi yerə əvvəlcədən şüar yazdırırmış ki, İslamın qoruyucusu gəlir. Amma necə ki, Atatürk Türkiyə Respublikasını yaratdı, Türkiyə Cumhuriyyətini, Türkiyə Cumhuriyyətini yaradandan sonra Atatürk 180 dərəcə dəyişdi. O neynədi? O, müqəddəs Quran-ı Kərimi Türk dilinə tərcümə etdirdi. Söylədi ki, mən bu Quran-ı Kərimi, Quran-ı Kərim sözü mən deyirəm, o deyir ki, mən bu Quranı ona görə Türk dilinə tərcümə etdirdim ki, qoy Türklər bunu oxuyub, Ərəbin necə yalan söylədiyini bilsinlər. Ərəbin necə yalan söylədiyini bilsinlər deyəndə Atatürk nəzərdə tuturdu İslam Peyğəmbəri, Xatəm Peyğəmbər, Məhəmməd sallallahu aleyhi və səlləmi. Peyğəmbərimiz kimdir? Ərəb. Atatürk də deyir ki, mən Quranı ona görə Türk dilinə tərcümə etdirdim ki, bu Quranı Türklər oxusunlar və o Ərəbin necə yalan söylədiklərini bilsinlər. O açıq şəkildə demir, Peyğəmbərimizin adını çəkib demir. Amma o Ərəb deyəndə Peyğəmbərimizi nəzərdə tutur. Quran-ı Kərim kimə nazil olub? Allah Teala tərəfindən Peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi və səlləmə. Atatürk də deyəndə o Ərəbin, yəni Peyğəmbərimizin, özü də onda nəzərdə çatdırım ki, Türkiyə tarixinə biz baxsaq, Türkiyə tarixində Atatürk yeganə şəxsiyyət olub ki, minbərə çıxıb xütbə söyləyib. Minbərə çıxıb xütbə söyləyib. Hara gedibsə qabaqcadan getdiyi yerdə şüarlar yazdırıb ki, İslamın tərəfdaşı, İslamın xilaskarı gəlir. Hayat yoldaşı hicab bağlaya-bağlaya, hökumət rəhbəri olduqdan sonra isə 180 dərəcə dəyişmək. Bizim Azərbaycanımızda Mirzə Fətəli Axundovu hamı tanıyır. Demək olar ki, əksər insanlar, indi gəl nəsil tanımasa da, orta yaşlı nəsil tanıyır. Mirzə Fətəli Axundov Azərbaycan tarixində özünə məxsus yer tutan yazıçılardan biridir də, dramaturqdur. Onun Monsieur Jordan'ın hamı eşidib. Mədrəsədə dərs almışdı, dini təhsili vardı. Həm də eyni zamanda hərbiçi idi. Çar Rusiyasının zabiti idi. Polkovnik rütbəsi vardı. Mirzə Fətəli Axundov da birdən-birə dəyişdi. Oldu din düşməni. Hətta Mirzə Fətəli Axundov dünyasını dəyişəndən sonra bir həftədən yuxarı onun meyidi evində qaldı, onu heç kim dəfn etmirdi. İslama prosif getdiyinə görə, İslama əks getdiyinə görə, İslam dinini rədd etdiyinə görə. Amma Mirzə Fətəli Axundov dövlət başçısı deyirdi, rəhbər deyirdi. O Atatürk ki, bu dərəcədə dəyişdi, İslama qarşı, İslam dininə qarşı, Atatürk bunu etməklə İslam dinini inkar etdi. Əgər o söyləyirsə, o Ərəb oğlunun yalanlarını Türklər, Türk xalqı bilsin deyə Türk dilinə Quranı tərcümə etdirdim. Bu nə deməkdir? Bu deməkdir ki, Atatürk İslam dinini inkar etdi. Müsəlmançılıqdan çıxdı, oldu qeyri-müsəlman. Atatürk həm də eyni zamanda bizim Azərbaycanımıza qarşı da onun böyük nöqsanları çox olub. Amma bunu demirlər, gizlədirlər. Məsələn, götürsək, 1918-ci ildə Məmmədəmin Rastızadanın
Azərbaycanda yaratdığı Azərbaycan Cümhuriyyəti 20-ci ildəki Rus ordusu, Qırmızı ordu girib bu hökuməti dağıtdı. Məmməd Əmin Rəsulzadə yollandı Türkiyəyə. Atatürk ulu öndər Məmməd Əmin Rəsulzadəni Türkiyədə yaşamağına izin vermədi. Onu Türkiyədən qovdu. Baxmayaraq ki, Məmməd Əmin Rəsulzadə Türkiyəyə, Atatürkə nə qədər köməklik etmişdi, nə qədər ona yardımlar etmişdi. Ora neft, pul, qızıl yollamışdı Türkiyənin ayaqda durmağından ötürü. Amma Atatürk neynədi? Məmməd Əmin Rəsulzadanı satdı. Çünki Atatürk Leninlə, Stalinlə dostluq edirdi. Leninlə, Stalinlə dostluq etdiyinə görə də Məmməd Əmin Rəsulzadanın Türkiyədə yaşamağına izin vermədi. Məmməd Əmin Rəsulzadə Avropaya köçdü, Avropada yaşadı. Bir də neçə illərdən sonra Məmməd Əmin Rəsulzadə Türkiyə geri qayıtdı. Türkiyədə dünyasını dəyişdi və Türkiyədə də Məmməd Əmin Rəsulzadəni dəfn etdilər. Bunları deməkdə məqsədim odur ki, insanlar müəyyən qədər nələrsə araşdırsalar, özləri maraqlansalar, özləri nəyisə oxuyub, əldə etsələr, doğru nədir, yalan nədir, özləri ayırt etsələr, kimin kim olduğunu insan özü ayırt edə bilsə, kimin dost, kimin düşman olduğunu insan özü ayırt edə bilsə, nəyin yaxşı, nəyin pis olduğunu insan özü ayırt edib dərk etsə, bu zaman insanda birinci özünə inam daha böyük olur. Özünə inamı artır və insanın da özünə inamı artanda daxilən insan güclü olur. İnsan özünü güclü hiss edir və o daha çox nələrsə araşdırmağa, daha çox yaxşı hardadır, pis hardadır araşdırıb axtarmağa meyli daha da çoxalır. Kəsənin ya kəsilənin yanında olmağı, haqqın ya nahaqqın yanında olmağı, güclünün və ya gücsüzün yanında olmağını insan daha özü üçün rahat şəkildə ayrıd edə bilir. Allah hamından razı olsun. Mən bu haqda çox danışa bilərəm. Amma vaxtınızı almaq istəmirəm. Allah hər birinizin yar və yardımcısı olsun inşallah.